Bildiyiniz kimi balkonumu yeniləmək qərarı aldım və balkondakı 3 ağır iş günündən sonra tərpənməz hala gəldim. 2 həftə ərzində zəifləmiş immunitetimi vitaminlərlə bərpa eləyib qayıtdım balkona. Dedim, dönüşüm möhtəşəm olacaq. İlk olaraq balkon divarında yaranan yarğı bağlamalıydım. Amma ChatGPT dedi ki, sementdən əvvəl qruntovka deyilən bir məhlulla divarı təmizləməliyəm. Elə də elədim. Hələlik sadəcə sement vuracağım nahiyəyə çəkdim məhlulu. Sonra getdim, tiramisu hazırladım. Səssiz, sakit bir mühitdə. 2-3 saat keçdikdən sonra sementi su ilə qarışdırıb divarda olan yarğanı bağladım. Xırda-xuruşlara da əl gəzdirdim. Bu arada sementi qatmaq üçün elə setkadaca qatıq qabına qoyub plasmas qaşıqla da qarışdırıb yaxdım. Əlavə heç nə batırmadım. Sonra bunlar qurumalıydı. Mən də getdim bağa. Yenə özümə bir həftə istirahət verdim. Video uzun alındı deyə part 3-də yekunlaşdırarıq.